Gelinler niye evde olan her şeyi anasına çattırır? Bu sadece danışmaq deyil, bir psixoloji müharibədir. Evdə bir söz deyirsən, bir fikir bildirirsən. Bir də görürsən, sabah qaynana sənin cümləni analiz edir. Niyə? Çünki gəlin evdə baş verən hər şeyi anasına ötürür. Bu sadece bir vərdiş değil. Bu, ailənin içindəki görünməz casusluq sistemidir. Kişi haklı olarak qışqırır. Bizim evdə olanları niyə anana danışırsan? Gəlin isə cavab verir. Anamdan başqa kimim var? Bu cevap sadece bir müdafiə değil. Bu, gəlinin içindəki emosional boşluğun, güvənsizliyin və şəxsiyyət mübarizəsinin əlamətidir. Uşaqlıqdan bəri ananın qoynunda böyüyən qız, yeni evə köçəndə özünü yad planetdə hiss edir. Yeni qaydalar, yeni insanlar, yeni gözləntilər. Beyində bir siqnal çalır. Burada təhlükə var. Və o siqnal onu birbaşa emosional limana, anasına aparır. Amma bu liman artıq onun ailəsinin sərhədlərini pozur. Gəlin danışır, çünki içindəki gərginlik onu boğur. Amma danışdığı adam, ana, artıq bu evin bir parçası deyil. O, bu evin daxili siyasətinə müdaxilə edən bir xarici qüvvəyə çevrilir. Və bu zaman ailə içindəki balans pozulur. Bəzən bu danışmaların arxasında bir yarış da yatır. Anam hər şeyi bilsin. Mən pis durumda olmayayım. Bu sadece bağlılıq deyil. Bu, ayrılmaqdan qorxan bir şəxsiyyətin çırpınışıdır. Psixoloqlar buna ayrıla bilməmək sindromu deyir. Və bu sindrom ailənin içini yavaş-yavaş çürüdür. Əgər bir qadın illərlə məndən nə gizlin ola bilər ki mesajı ilə böyüyübsə, evlənəndə də hər şeyi anasına danışmaq onun üçün normaldır. Amma bu normallıq ailənin özən sərhədlərini məhv edir. Psixoloq Salvador Minuchin deyirdi, sərhəd olmayan ailədə fərd olmaq mümkün deyil. Və bu sərhədsizlik ailəni bir emosional döyüş meydanına çevirir. Nəticə? Ər öz evində özünü yad hiss edir. Qaynana özünü evin gizli hakimi sayır. Gəlin isə iki ateş arasında qalıb şəxsiyyətini itirir. Bu sevgi deyil, bu emosional xaosdur. Bəs çıxış yolu nədir? Gəlinlər, oyunun qaydalarını dəyişin. Yeni ailəniz sizin mərkəziniz olmalıdır. Ananız dəyərli ola bilər, amma o evin sirlərini bilməməlidir. Hisslərini paylaşmaq istəyirsənsə, ilk dinləyiciniz həyat yoldaşınız olsun. Güvən, sevgi və sərhəd. Bunlar olmadan ailə sadece bir teatr səhnəsidir. Və bu səhnədə heç kim xoşbəxt olmur.